Taim 25 sınaq testinin izahına baxırıq. Ümumi sınaq 7. Birinci sualdan başlayaq. Xəritə və cədvələ əsasən yanlış cavabı müəyyən edin. 1. Tovuz 5. Goranboy 4. Ağcabədi 3. Beyləqan 2 də Bakı. Baxaq. 1-2. Yis dövründə ərazisində sement zavodları açılmışdı. 1. Tovuz 2. Bakı düzdür. Yeni iqtisadi siyasət dövründə. 3. 11-ci əsrdə ərazisində mərkəzi hakimiyyətə qarşı qiyam baş vermişdi. 3. Götürə bilərik Beyləqanda. Musayibin Fəzlilə qarşı götürdük. Neolit dövrünə aid əmək alətləri tapılmışdı. 4. Ağcabədi düzdür. Tovuzda Göytəpə, Ağcabədi Kamiltəpə. 5. Goranboy 92-ci il əməliyyatları zamanı işğal olunmuş ərazilər erməni azad edilmişdi. Bəli, Goranboyun uğurlu yay əməliyyatları düzdür. 1-5, 1 Bakı, 5 Goranboy. 1 Tovuz, 5 Goranboy. Aprel döyüşləri zamanı ərazilər döyüş meydanına çevrilmişdi. Xeyr. Bu Tovuz döyüşləri. Tovuz döyüşlərindəydi. Ona görə olmaz. Aprel döyüşləri cənub bölgəmizdəydi. Cəbrayıl, Füzuli, Tərtər istiqamətində. İkinci sualdan başlayaq. Heydər Əliyevlə bağlı cədvəldə rəqəmlə yazılan yerlərə uyğun gələn variantları müəyyən edin. Birinci rəhbərlik dövrü 69-82. Birinci prezidentlik 93-98. 98. İkinci prezidentlik 98-2003. İndi bizə lazımdır birinci rəhbərliyin mədəni islahatları. Birinci prezidentin sosial-iqtisadi islahatı, ikinci prezidentlik isə dövlət quruculuğu. Baxaq, Rusiyadan keçən şimal neft kəmərinin istifadəyə verilməsi. Bu 97-ci ildir. 97-ci il baxırıq düşür prezidentimizin birinci prezidentlik dövrünə. Bu da düşür sosial-iqtisadi, demək bu düzdür. Demək birə verəcəyik A-nı. Birimiz A-dırsa, yeni çıxardıram. Bakı Dəniz Vağzalının inşası bu 70-80 memarlıq abidələrinin içərisindədir. Bu da düşür birinci rəhbər dövrü mədəni islahatlarına. 2-yə verdik buradan B-ni. Şuşa tarixi memarlıq qoruğuna çevrilməsi bu da 70-ci illərdir. Bu da düşür birinci rəhbərliyin 77-ci il. 2-yə də verdik C-ni. Demək ki, olacaq B-dən C. Digərlərini çıxardıram ki, işim asanda olsun. Azərbaycanda ilk dəfə referendumun keçirilməsi bu Heydər Əliyevin heç bir dövrünə düşmür. Çünki referendum Elçi bəylə də bağlı referendum var idi ki, onda Heydər Əliyevin birinci prezidentliyi də birinci rəhbərlik dövrüdür. Ona görə D ola bilməz. D olanları çıxardıram. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 1999, bu düşür Heydər Əliyev ikinci prezidentliyi, eyni zamanda dövlət quruculuq tədbirinə. Ona görə olacaq 1-ə A, 2-yə B ilə C, 3-ə C ilə Y. Respublikalara aid sosial-iqtisadi uyğunluğu müəyyən edin. Bu suallarda %100 həm variant üzərində işləyin, həm də şərtə çox diqqət edin. Nə istəyir bizdən? Sosial-iqtisadi uyğunluğu müəyyən edin. Birinci Respublika AXC 18-20. İkinci Respublika Azərbaycan SSR 20-91. Üçüncü Respublika təbii ki 91-ci ildən bu günə qədər. Baxaq, sosial-iqtisadi uyğunluq. Mərkəzi hakimiyyətə qarşı qiyamın baş verməsi bilir ki, bu sosial-iqtisadi tədbir deyil. Bu siyasi bir tədbirdir. Yəni siyasi bir hadisədir. Ona görə A ola bilməz. Ona görə A olmursa, mən də A olanları çıxardıram ki, işim daha rahat olsun. Daha sonra, ticarətin azad elan edilməsi. Birinci Respublika dövründə də var, YIS dövründə, yəni ikinci Respublika dövründə də var, yəni yeni iqtisadi siyasət illərində ticarət azad idi. Eyni zamanda üçüncü Respublikamızda ticarət azad onsuzda. Ona görə 4-ə verəcəyik B-ni. 4-ümüz B oldu. Bakı XKS-nin milliləşdirmə haqqında verdiyi dekret ləğv edildi. Bu təbii ki birinci Respublika dövrüdür. 1-ə verdik D-ni, daha doğrusu C-ni. 1-ə verdik C-ni. Azərbaycan ərazisinin şimal-qərb hissəsinin Bakı-Tiflis dəmir yolu xətti ilə birləşməsi. Bu 1986 Yevlax-Balakən dəmir yoludur. Bu təbii ki düşür 2-ci Respublika dövrünə. Ona görə 2-yə verəcək D-ni. Daha sonra Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimin keçməsi 2017. Bu düşür 3-cü Respublika dövrümüzə. 3-ə verdik Y-ni. Kürdən Bakıya su kəmərinin çəkilməsi 1971. Bunu da verəcək 2-ci Respublika dövrünə. 2-yə verdik F-ni. Demək 2-yə 1-ə C, 2-yə D, F, 3-ə Y, 4-ə də B, A variantı. Uyğunluğu müəyyən edin. Çinə ABŞ-nin açıq qapı prinsipi tətbiq edildi. Yaponiyanın Sakit Okeanda fəaliyyəti məhdudlaşdırıldı. Deməli, söhbət burada gedir Vaşinqton konfransından. Vaşinqton konfransı. Deməli, 2-miz olacaq C. 2-miz oldu C. İndi bizə lazımdır Vaşinqton konfransına aid bir maddə seçmək burada. Sar daş kömür hövzəsi Fransanın mülkiyyətinə verildi, xeyr. Fransa, Belçika və Almaniya arasında sərhədlərin toxunulmazlığı bu Locarno konfransında da olmaz. Bütün müharibələrin dinc yolla həll edilməsi bu da olmaz.
Çünki bu Reyn təminat paktı idi. Reyn yox, Molotov-Ribbentrop sonra buradan Lokarno konferansına aiddir, amma Vaşinqtona aid deyil. Sakit Okean bölgəsindəki mülklərin tanınması və birgə qorunması bəli. Deməli, 2-yə verdik C-ni, bir də bunlardan eyni budur, 4. 2-yə verdik C, X-ə də verdik 4, B variantı. Xəritə və cədvələ əsasən doğru cavabı müəyyən edin. 2. Almaniya, 1. Polşa, 4. Avstriya, 5. Macaristan, 3. İtaliya. Baxaq. 1-5. 1989-cu ildə azad seçkilərin keçirilməsi 1. Polşa, 5. Macaristan. Polşa masasını bəli keçirilmişdi. Biri götürə bilərik. 2-3. İlk vaxtlar 2. Almaniya, 3. İtaliya. İlk vaxtlar Dördlər İttifaqında müttəfiq olsalar da 1915-ci ildə rəqibət çevrilmişlər. Üçlər İttifaqında müttəfiq idilər. Yəni Almaniya ilə İtaliya heç vaxt Dördlər İttifaqında müttəfiq olmayıblar. Ona görə 2 olanlar çıxırıq. Versalda imzalanan müqavilələr əsasən ərazilərin bir qismini qonşu dövlətlərə verməli və təzminat ödəməli idi. 4. Avstriya, 5. Macaristan, bu da düzdür. 1-3. Hamısını baxaq, səhvləri çıxardıq. Bu da cavabımız amma B-dir. 1-3 sonra. 1-3, 1 Polşa, 3 İtaliya əraziləri 43-cü ildə Almanların təmizlənmişdi. Polşa təmizlənmişdi 44-cü ildə. Yəni 44-ün sonunda SSR bütün Şərq Avropanı təmizləmiş. 4 olmaz. 2-4, 2 Almaniya, 4 Avstriya. 1-ci Dünya müharibəsi illərində Respublika quruluşunun yaranması Almaniyaya aiddir, Avstriyaya aid deyil. Çünki Avstriya Macaristan imperiyası Dünya müharibəsindən sonra parçalandı. Ona görə olacaq burada 1-lə 3, B variantı. Uyğunluğu müəyyən edin. Sündü kəndində məscid, Şeyx Cüneyd məqbərəsi, Təbrizdə Göy məscid. Şirvanşah Əbu Tahirin dövründə tikilmişdi. Əbu Tahir hakimiyyəti 917, 948. Bilirik ki, Şamaxda Sündü məscidi inşa olunub 920-ci ildə. Deməli, düşür Əbu Tahirin dövrünə. Birə verəcək A-nı. Birə A-nı verirəmsə, digərlərini çıxardıram. Qusar rayonunun Həzrə kəndində tikilmişdi. Təbii ki, Şeyx Cüneyd məqbərəsi. 2-yə verdik B-ni. Səfəvilərin Ərdəbil hakimliyi dövründə mövcud olmuşdu. Şeyx Cüneyd məqbərəsi 16-cı əsrə aiddir. 16-cı əsrdə artıq Ərdəbil hakimliyi yoxdur. Ona görə Cüneyd məqbərəsini Ərdəbil hakimi götürə bilmərik. Daha sonra. Amma Təbrizə Göy məscidə götürə bilərik. Çünki 15-ci əsr, bu da 15-ci əsrdir. Yəni Təbrizdəki Göy məscid 15-ci əsrdə Səfəvilər Ərdəbil hakimi dövründə mövcud olmuşdu. Yəni demir ki, Ərdəbil hakimliyinə aid bir memarlıq abidəsidir. Yəni deyir ki, Ərdəbil hakiminin mövcudluğu dövründə tikilmişdi, bəli, Təbrizə Göy məscid. Ona görə 3-ə götürəcəm C-ni. 13-14-cü əsr memarlıq abidəsi. 13-14 heç hansına aid deyil. Yəni bunlardan heç bir 13-14-cü əsr deyil. Klassik feodalizm dövründə yaşamışdı, bu da Təbrizə Göy məscididir. Çünki klassik feodalizm 11-15-ci əsrlərdir. 3-ə də verdim Y-ni. Deməli 1-ə verdim A-nı, 2-yə B-ni, 3-ə də C ilə Y-ni. Y variantı. Göstərilənlər aiddir. Cabanı döyüşü, Bakı döyüşü. Təbii ki, Səfəvi dövləti ola bilməz. Osmanlı heç ola bilməz. Bakı döyüşü, bir də Cabanı döyüşü. Bu Şirvanşahlar dövlətidir. Yəni Bakı döyüşü yəqin ki, bu 1501 Bakı qalasına keçirilməsidir. Hər ikisi aiddir Şirvanşahlar dövlətinə. AXC-nin 1-ci Dünya müharibəsi illərində həyata keçirdiyi tədbirlər uyğunlaşdırın. Deməli, bizə nə lazımdır? 1914-cü ildən 18 noyabr ayının 9-una qədər, 9 yox, noyabr 11-nə qədər olan tədbirlər. Noyabr ayının 11-nə qədər. Baxaq. Hökumətin qərarı ilə üzərində ağ aypara və ağ 8 güşəli ulduz təsviri olan qırmızı parçadan hazırlanmış bayraq dövlət bayrağı kimi təsdiq edildi. Bu 9 noyabrdır. Düşür AXC-mizin dövlət quruculuğu tədbirinə. Deməli, bir düşəcək dövlət quruculuğunu götürdük. Azərbaycan Dövlət Bankı yaradılması, bu bilir ki, 1919-dur. Bizə lazımdır 1-ci Dünya müharibəsi. Ona görə 2-ni çıxardıram buradan və 2 olan cavabları da çıxardıram buradan ki, işim asanda olsun. Baxın, 3 variantımı sildim. Məktəblərin milliləşdirilməsi ilə bağlı qərarın verilməsi bu mədəni quruculuqdur. 3-ə verdik 3-ü, yəni 1-ə verdik 3-ü. AXC tərəfindən Naxçıvanda Araz Türk Respublikasının yaradılması. Araz Türk Respublikasının AXC dövründə olsa da AXC yaratmamışdı. Vətənpərvərlik yaratmışdı. Ona görə də 4 olanları çıxardıram ki, yenə də işim asanda olsun. Baxın, getdi. Ərzaq və bəzi xammal məhsullarının xaricə çıxarılması
müvəqqəti qadağan edildi. Bu da təbii ki, AXC-mizin sosial-iqtisadi tədbiridir. Deməli, 3, 5, 1 olacaq birinci düzgün ardıcıllığımız. A variantı. Fransanın 3-cü Respublika dövrünə aid olanı seçin. Deməli, Fransanın 3-cü Respublika dövrünə aid olanı seçin. Deməli, Fransız nümayəndəsinin Çar Rusiya sərhədi. Deməli, ilk öncə Respublikaya baxaq. Deməli, 1-ci Respublika dövrü Fransada 1792-1804, 2-ci Respublika 1848-52, 3-cü Respublika 1870-dən 1840-a qədər. İndi bizə deyir ki, 3-cü Respublika dövrünə aid olan hadisə. Fransız nümayəndəsinin Çar Rusiyası ərazisinə xarici kapital qoyması. Burada bizi nəyə nəzərdə tutur? Yəni, Fransanın Azərbaycana xarici kapital qoyması 19-cu əsrin 80-ci illərində. Biz demişdik axı, 70-ci illərində İsveçli Nobel qardaşları, 80-ci illərdə Fransız Rothschild, 90-cı ildə İngilis Kuppart. Yəni, biz də Rusiyanın tərkibində olduğumuza görə, deməli, həqiqətən də Fransa 3-cü Respublika dövründə Çar Rusiyasına, yəni bizim ərazimizə xarici kapital qoyub. Deməli, A-mız elə düzgün fikirdir. Amma digər variantda səhvləri çıxardaq. Fransa-Prusiya müharibəsinin başlaması, bunda Respublika deyil, imperiyaydı. Sənaye çevrilişinin başa çatması 2-ci imperiya dövründə. Faşist hökumətinin Fransanın cənub hissəsini nəzarət etməsi bu artıq Fransa işğal olduqdan sonradır. Yəni, artıq Respublika qalmamışdı. Krım müharibəsi də 2-ci imperiya dövrüdür. Soyurqal və tiyul torpaq sahibliyinin ümumi cəhəti irsi xarakter daşıması tiyul irsi deyildi. Dövlətə xidmət müqabilində verilmələri bəli. Hər ikisi dövlətə xidmət müqabilində verilirdi. Qubalı Fətəli xanın vergi islahatına aiddir. Vergilərin mahal naiblər tərəfindən yığılması qaydasının tətbiq edilməsi. Əksinə, vergiləri mahal naiblərdən aldılar. Dedilər, kəndxuda toplasın, birbaşa xan xəzinəsi təhvil versin. Ona görə A səhvdir. Bütün mükəlləfiyyətlərin ləğv edilməsi xeyr. Vergilərin toplanmasının xan yasavullarına həvalə edilməsi xeyr. Vergiləri kəndxudalar tərəfindən toplanaraq birbaşa xan xəzinəsinə təhvil verilməsi, qaydasının tətbiq edilməsi bəli. Uyğunluq pozulmamışdır. Mir Möhsün Nəvvab, Xurşid Bani Natəvan, Mirzə Qədim İrəvani. Deməli, bizim rəssamlarımızdır. Əsərləri sadəliklə fərqləndirdi Mir Möhsün Nəvvab. Deməli, 1-ə verdik A-nı. Bədii tikmə ustası, xəttat və rəssam idi. Natəvan 2-yə verdik B-ni. Daha sonra İrəvanda xan sarayının bərpasına çalışmışdı. Abbas Mirzə portretini yaratmışdı. Bu da hər ikisi Mirzə Qədim İrəvani idi. Deməli, burada olacaq elə A variantı. Bağdad döyüşü Əsəd qəsəbəsi yaxınlığındakı döyüşdən fərqli olaraq Bağdad döyüşü 1394, Əsəd döyüşü 1410. Bağdad döyüşü Qaraqoyunlu Cəlari Teymurlərə məğlub olmuşdu. Əsəd döyüşündə də Qaraqoyunlular Cəlaliləri məğlub eləmişdi. Baxaq, Baharlı dövlətinin qüvvələrinin iştirak etməsi heç bir döyüşdə Baharlı dövlət deyildi. Teymuri dövlətinin qüvvələrinin məğlub olması. Bağdad döyüşündə Teymurlər qalib gəlmişdi. Əsəd döyüşündə Teymurlar iştirak etməmişdi. Cəlalilərlə Baharlı dövlətinin müttəfiqi olması Baharlı dövlət deyildi. Baharlıların qalib gəlməsi. Bağdadda məğlub olmuşdular. Cəlalilərlə Baharlıların müttəfiq olması. Cəlairlərlə Baharlıların Əsəd qəsəbəsi yaxınlığındakı döyüşdə. Fərqli olaraq götürə bilərik də. Bağdad döyüşü Əsəd qəsəbəsi döyüşdən fərqli olaraq Cəlairlərlə Baharlılar müttəfiq idi. Yəni, Bağdad döyüşündə ikisi birləşib Teymurlərə qarşı mübarizə aparırdı. Amma Əsəd döyüşündə Qaraqoyunlular Cəlairləri məğlub eləmişdi. ABŞ-nin Dünya müharibəsindən sonraki dövrlərini sxemə əsasən uyğunlaşdırır. Birinci Dünya müharibəsindən sonra, İkinci Dünya müharibəsindən sonra Azərbaycan nümayəndə heyətinin ABŞ prezident tərəfindən qəbul edilməsi. Bunu götürə bilər. 1999-cu il may ayının 28-i Əlimərdan bəy Topçubaşov bunu qəbul eləmişdi. A-nı götürdüm. ABŞ hökumətinin AXC ilə hərbi müqavilə imzalaması. Dedik ki, AXC hərbi müqaviləni imzalayıb 1 Osmanlı, 1 Gürcüstan. SSR-nin rəsmən tanınması 1933 götürə bilərik. İndi baxaq ilk öncə 2-ci Dünya müharibəsindən sonra. Nixonun impeachment prinsipi əsasında vəzifəsindən kənarlaşdırılması. Nixon özü istefa vermişdi. Yəni kənarlaşdırılmamışdı. Harry Truman'in iştirakı ilə Almaniyanın dövlət sərhədləri müəyyən olunması. Harry Truman bu Almaniyanın dövlət sərhədləri müəyyən olunmuşdu. Berlin nədir? Potsdam konfransında. Onda da dünya müharibəsi bitməmişdi hələ.
Ona görə B-ni götürə bilmərik. İlk fərdi kompüterlərin istehsal olunması bunu Ronald Reagan dövrünə götürə bilərik. Deməli, 3-ümüz olacaq yalnız C. Mən ona görə digərlərini çıxardıram ki, işim çox asan olsun. Bir də vermişəm aynan C. İndi oxşarlara baxaq. Konstitusiyaya əlavə və düzəliş edilməsi. Dünya müharibəsindən sonra Woodrow Wilson əlavə eləmişdi, düzəliş eləmişdi. İkinci dünyadan sonra Harry Truman düzəliş eləmişdi, düzdür? Kapital ixrac edən ölkədən ithal edən ölkəyə çevrilməsi. İkinci dünya müharibəsi sonra ümumiyyətlə kapitala görə birinci eləyir, ona görə olmaz. Dünya müharibələri zamanı rəqib olmuş dövlətlərlə müharibədən sonra sülh müqavilələri imzalanması, bəli. Biri AC, oxşarı AC, üçə də yalnız C, A variantı. Xəritədə xüsusi işarələnmiş ərazi ilə bağlı verilmiş məlumatlardan yanlış olanı seçin. Burada söhbət gedir Qəzvindən. Baxaq, yanlış olan. Teymurilərin mühüm ticarət məntəqələrindən biri olması düzdür, Sultaniyə və Qəzvin. Bir müddət Zülfüqar xan bu ərazini özünə tabe etmişdi, bəli. Tudorlar sülaləsinin dövründə İngiltərəyə məxsus şirkətin təmsilçisi şah bu şəhərdə qəbul etmişdi, bəli. Söhbət Abdullah xan Ustacıdan gedir ki, İngilis nümayəndəsi ilə burada qəbul eləmişdi. 16-cı əsrin 50-ci illərinin birinci yarısında paytaxt şəhərə çevrildi. Qəzvin Səfəvilərin paytaxtı 1555. 55-ci il düşür 16-cı əsrin 50-ci illərin birinci yox ikinci yarısını. Ona görə səhvdir. Uyğunsuzluğu müəyyən edin. Osmanlı dövləti əleyhinə yaradılmış müqəddəs ittifaqa qoşulmadı İngiltərə, bəli, qoşulmamışdı. Səfəvilərlə əbədi dostluq müqaviləsi imzalanmışdı 1-ci James, bəli, 1621. 20-ci əsrin əvvəllərində Böyük Britaniyada seçkilərdə liberallar qalib gəlmiş, bəli, 1822. 19-cu əsrin birinci rübündə İngiltərədə sənaye burjuaziyası hələ də hakimiyyəti təmsil olunurdu, bəli, 32-yə qədər sənaye burjuaziyası hakimiyyəti yox idi. Ona görə də düzdür. 19-cu əsrin əvvəllərində İngiltərə burjuaziyasının əksəriyyəti Fransaya qarşı müharibəni dəstəkləmirdi, xeyr, səhvdir. Verilənlərdən biri Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixinə aid deyil. Filiz çıxarılmasında elektrik enerjisinin istifadə edilməsi düzdür. Dövlət kəndlərinə icma torpaqlarına nəsli istifadə etmək hüququ verildi, düzdür. Təbriz üsyanı zamanı hakimiyyətin əyalət əncüməninin əlinə keçməsi təbii ki, bu səhvdir, çünki bizə Şimali Azərbaycan deyir, bura mı Cənubi Azərbaycandır. Uyğunsuzluğu müəyyən edin. Uyğunluğu müəyyən, daha doğrusu üzrlü sayın. 2009-cu ildə prezident təhsil haqqında qanunu qəbul etmişdi. Prezident yox, Milli Məclis qəbul eləmişdi. Qobustan Milli Tarixi Bədii Qoruğu 2010-cu ildə UNESCO-nun Ümumdünya İş siyasətine daxil edilmişdi. 2010 yox, Qobustan 2007-dir. Heydər Əliyev məscidi fasadı Şirvan Abşeron memarlığı üslubunda inşa edilmişdi, bəli. Düzdür bu. Hamısına baxaq, səhvləri çıxardaq. Nazirlər Kabinetinin geniş müzakirəsindən sonra 2016-cı ildə elm haqqında qanun qəbul etmiş. Yox, bu qanunu Nazirlər Kabineti verməmişdi. 99-cu ildə Təhsil İslahatları üzrə Dövlət Komitəsi yaratıldı. 99 yox, 98-ci ildə. Monqol xalqı dövrünə aid deyil, sənətkarlardan tamğa vergisinin alınması, bəli. İstifadəsiz torpaqların bayraq adlanması, bəli. Feodalların mülklərini idarə etmək üçün icazə kağızı yarlı qalmaları, bəli. Yəni bizə desəydi ki, Monqol dövləti dövrünə aid olmayan seçin, onda yarlığı götürə bilərdik. Çünki yarlıq dövlətə aid deyil. Amma sırf Monqol ağalığı dediyinə görə yarlığı da götürürük. Rabitə islahatının keçirilməsi, bəli. Hökümdar və ailəsinə məxsus torpaqların qoptur adlanması, xeyr. Hökümdar və ailəsinə məxsus torpaqlar incu adlanırdı. Xəritədə rəqəmlə verilmiş ərazilərdən hansı haqqında məlumat doğru verilməmişdir? 4 Cənubi Afrikada. 3 Misir, 1 Almaniya, 2 də Ukrayna. Baxaq. 20-ci əsrin 90-cı illərində nüvə silahına sahib olmaq iddiasını əl çəkmişdi Ukrayna. 2 haqqında məlumat var. 20-ci əsrin əvvəllərində bu ərazinin işğalını ingilislər başa çatdırmışdı. Cənubi Afrika İttifaqı 4 var. Bloklara qoşulmayanlar hərəkatının təşəbbüskarlarından biri olmuşdu. Misir 3 var. 20-ci əsrin ikinci 10 illiyində Respublika quruluşunun yaranması, bir Almaniya var. 2-ci 10 illiyində 18-ci ildə. Deməli, Almaniyada məlumat var. Türkiyə, Çin Xalq Respublikası yox, Cümhuriyyət Xalq Partisinin xarici siyasət nəticəsində NATO-ya daxil olmaq üçün bu ərazidə aparılan müharibədə iştirak etmişdi. Başqa hansı rəqəm var? Hə, burada Koreya var. Türkiyə Cümhuriyyət Xalq Partisinin xarici siyasət nəticəsində
NATO-ya daxil olmaq üçün bu ərazidə aparılan müharibədə iştirak etmişdi. Düzdür də bu da. Koreyada da, Koreya müharibəsində Türkiyə iştirak etmişdi də. Amma digərlərdə hamısı düzdür axı. Cümhuriyyət Xalq Partisinin. Cümhuriyyət Xalq Partisi deyil, Demokrat Partiyası idi yaradan. Ona görə səhvdir. Demokrat Partiyasının nümayəndəsi idi. Mənbə və tarixi bilikləriniz əsasında verilmiş məlumatlardan neçəsinin doğru olmasını müəyyən edin. Deməli, tarixi Şah İsmail Səfəvi, Hüseyn Bəylərəni, Məhəmməd bəy Ustacını, Əbdi bəy Samlını, Xadın bəy Xuleyfanı, Qarapiri bəy Qacarı yanına çağırdı və onlardan soruşdu. Siz Azərbaycan taxtgahını, yoxsa Gülüstan qalasını mı istəyirsiniz? Onlar cavab verdilər, Azərbaycanı. İsmail bu şəxsləri gələcəkdə nə deyir bizdən? Deyir, mətn və tarixi bilikləriniz əsasında verilmiş məlumatlardan neçəsinin doğru olmasını müəyyən edin. Yəni, neçə dənə məlumat doğrudur. İndi baxaq. İsmail bu şəxsləri gələcəkdə dövlətin sütunu adlandırırdı. Bəli, bu düzgündür. Ola bilər. Bəs edilən zamanlar Səfəvilər Şirvanşahlar dövlətini asıla salmışlar. Hələ dövlət heç yoxdur, asıla salmaq qalsın bir kənara. Bəs edilən dövrdə Şah İsmail Bakı qalasını artıq ələ keçirmişdi. Bəs edilən dövrdə Bakı qalasını keçirə bilməz artıq. Çünki Şah İsmail şah deyildi. Qalanın müdafiəsinə Fərrux Yasar rəhbər edirdi. Xeyr, çünki Fərrux Yasar 1500-cü Aban döyüşündə öldürülmüşdü. Demək, bu da səhvdir. Gülüstan qalasının mühasirəyə alındığı il Səfəvilər Baharlıların Azərbaycandakı hakimiyyətinə son qoymuşdular. Xeyr, Baharlıların Azərbaycandakı hakimiyyətinə son qoyulub 1503-cü il. Demək, bu da səhvdir. Bir dənə burada düzgün fikrimiz var. Uyğunluq pozulmuşdur. Azərbaycan dilində dərsliklər hazırlanmışdır. 19-cu əsrin birinci yarısında düzdür. Qəza məktəblərində Azərbaycan dilinin tədris olunmasının səbəbi rusların Qafqazda əsas ünsiyyət vasitəsinin Azərbaycan dili olmasını bilməsi, bu da düzdür. Mollaxanada zümrə fərqi olduğundan müxtəlif təbəqənin uşaqları bir yerdə oxuya bilmirlər. Mollaxanada zümrə fərqi yox idi. Yəni kasıbdır, varlıdır, fərqi yox idi. 19-cu əsrin 40-cı illərinə aid olanları seçin. İlk dəfə Bibi Heybətdə mexaniki qazma buruq üsulu ilə neft quyusunun istifadəyə verilməsi. Bəli, 48. Cənubi Qafqazda ilk dəfə quberniyanın yaranması. İlk dəfə biz götürə bilərik 1801-ci ildə Gürcü quberniyası Cənubi Qafqazda. Yəni 42 deyil. Yəni 40-cı illərdə ilk deyildi. Ona görə 2 ola bilməz. Komendant idarə üsuluna qarşı üsyanların baş verməsi. Bu 30-cu illərdir. Bu heç olmaz. İnzibati ərazi dəyişikliklərinin həyata keçməsi təbii ki, bəy və ağaların mülk və til torpaqları üzərində irsi mülkiyyət hüququ təsdiq edildi. Bu da düz. 1, 4, 5 A variantı. Difai partiyası, Müdafiə partiyası, Müsəlman Gənclik Təşkilatı. Baxaq. 20-ci əsrin ilk 10 illiyində Müdafiə 1907, Difai 1906, Müsəlman Gənclikdə 1903. Baxaq. 20-ci əsrin ilk 10 ilində. Demək, bu düşəcək Oxşara. Oxşara verdi A-nı. Ya A-dır, ya C-dir. Fəaliyyətində Məmməd Əmin Rəsulzadə yaxından iştirak etmişdi. Müsəlman Gənclik Təşkilatı 3-ə verdik B-ni. İrşad adlı qəzet çap etdirirdi. Təbii ki, Difai 1-ə verdik C-ni. Ağdamda şöbəsinin fəaliyyət göstərməsi, bu da Difai'dir. 1-ə verdik C ilə D-ni, yəni C-D. 2-yə verdik. Təşkilatın fəaliyyəti Yelizavetpol quberniyasının qərb hissəsini və Borçanı əhatə edirdi. Bəli. 2-yə verdik Y-ni. 3-ə verdik B-ni, 4-ə verdik, yəni C variantı. Uyğunluq pozulmuşdur. 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra dövlətlərarası münasibətdə yeni dövr başladı, düzdür. 11 sentyabr terror hadisəsi ABŞ ərazisində vətəndaş müharibəsindən sonra ən çox insan tələfatlı nəticələnən bir hadisədir, düzdür. Dəyişən dünya nizamının regional güclərindən idilər. Türkiyə, İran, Braziliya, Indoneziya, bu da düzdür. Çox qütüblü dünya nizamında geosiyasi, geoiqtisadi və geostrateji ağırlıq mərkəzi Sakit Okeanın Atlantik Okeanına keçdi. Əksinə, Atlantik Okeanından Sakit Okeana keçmişdi. Eyni ildə baş vermişdir. Şamaxı xanlığında iki hakimiyyətliyinə son qoyması 63, Şəki xanlığının yaranması 43, Fətəli xan Əfşarın Qarabağ xanlığının asıla salması 59, Quba xanlığının Dərbənd xanlığının asıla salması 59. Olacaq 3 ilə 4 D variantı.
Ön Asiya ilə əlaqələrin yaranması ilə, Ön Asiya ilə ilk əlaqələrin yaranması ilə bu əlaqələrin müntəzəm xarakter almağa başlaması arasındakı dövrdə baş vermişdi. Ön Asiya ilə ilk əlaqələrin yaranması enolit. Bu əlaqələrin müntəzəm xarakter almağa başlaması arasındakı dövrdə baş vermişdir. Demək, bu da təxmini düşəcək Orta Tunca. Orta Tunc. Ayaqla hərəkətə gətirilən duluz çaxnası da bu son tuncda olmaz. Balıqçılıqda istifadə edilən alətlərin düzəldilməyə başlaması bu da mezolit olmaz. Qadınların ilahiləşdirilməsi bu ilə paleolit dövründən var idi, olmaz. İnsanların paleolit dövründə, yəni bu anaxaqanlıq dövründə mezolitdə var, neolitdə var. İnsanların saxsı qablarına naxışlaması belə bu olacaq artıq. Çünki tunc dövründə də bu artıq. Ölülərin evlərin arasında dəfn edilməyə başlanması bu da neolit dövrüdür, bunu götürə bilmər. Yəni sırf da başlama olmaz. Ona görə o saxsı qalmanın sesi olacaq bu da, naxışlanması. Xəritədə rəqəmlə verilmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. 1. İtaliya, 2. Yunanistan. Parfenon məbədi təbii ki Yunanistan 2-yə verdik A-nı. Drakon qanunlar Yunanistan 2-yə verdik B-ni. 6-cı əsrdə dövlət müəyyən müddət seçilən konsul nədir olunurdu? İtaliya 1-ə verdik C-ni. Qullar yad düşmən adında bu Yunanistan, Hindistanda olmaz. Qonşu dövlətlə Siciliyada sonradan mübarizə aparmışdır Roma. 1-ə verdik yeni, 2-də A ilə B, A variantı. Daha əvvəl baş vermişdir. Gürcüstanın Rusiyanın hərbi müdaxiləsinə məruz qalması 2008. İlham Əliyevin prezident kimi ilk xarici səfəri 2003. SSR-nin hərbi əmlakını bölüşdürülməsi nəzərdə tutan müqavilənin imzalanması 1992. Bakı-Tbilisi-Kars dəmir yolu 2017. Azərbaycan NATO Parlament Assambleyasının sosiallaşdırılmış üzvlüyünə qəbul edilməsi 2002. Çox C variantı. Ərdəbil hakimliyinin qüvvələrinə qarşı mübarizə aparmışdır. Təbii ki, Xəlilullah, Fərux yazar. Xəlilullah Samur döyüşündə, Fərux yazar Şahdağ döyüşündə. Çox Y variantı. Xanlıqları yaradıcılarına uyğun olaraq müəyyən edin. Hüseynəli xan Quba xanlığını 1-ə verdim C-ni. Mirzə Məhəmməd Bakı xanlığını 2-yə verdik A-nı. Şavədi xan Ziyadoğlu Gəncə xan 3-ə verdik B-ni. Azərbaycanda Konstitusiya Məhkəməsinin yarandığı ildə. Deməli, Azərbaycanda Konstitusiya Məhkəməsi 1998. Ukrayna və Qazaxıstan nüvə silahına sahib olmaq hüququna imtina etdi 1994. Konstitusiya Məhkəməsi Azərbaycanda Konstitusiya Məhkəməsi yaradıldı. Eyni şey yazmaq, bu da 1998. Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldi 2002. Rusiya Gürcüstan hərbi müdaxilə etdi 2008. İngiltərə Hong Kong adası Çinə qatar 1997. Yine burada bir dənə B uyğun gəlir, amma solda nəsə çatışmazlıq var. Qaraqoyunlu dövlətinin 15-ci əsrin 1-ci yarısı tarixinə aiddir. Teymuriləri Azərbaycana qovmasıdır. Ona dövlət deyildilər. Ona görə bir olanları çıxardıram. Şirvanşah dövlətindən salas-salaması belə 1412 Kür döyüşü. Alaşkert döyüşünə məğlub olmaları 1421 düzdür. Ərdəbil hakiminə qarşı Şirvanşahlarla müttəfiq olması bu 1462-ci yarıdır. Ona görə 4 olmaz. Muş döyüşündə Bayandurlara məğlub olması olmaz. Çünki bizə lazımdır 1-ci yarım. Ocaq 2-dən 3. Dehli Sultanlığı və Eldənizlər dövləti üçün ortaq cəhd edilə bilməz. Monqollara qarşı mübarizə ortaq 13-cü əsrdə mövcud olmaları bu da var idi. Hökümdarlardan birinin Abbasi xəlifəsi tərəfindən sultan kimi tanınması bu da var. Soyurqal torpaq mülkiyyəti mövcud olması Eldənizdə soyurqal yoxdur. Dehlidə də soyurqal yox idi. Ona görə olacaq D variantı. İkinci Dünya müharibəsində baş vermiş döyüşlərin ardıcıllığını düzün. Moskva, Mərcan, Kursk. Moskva 41, Mərcan 42, Kursk 43. 3, 1, 2. 3, 1, 2 Y variantı. Ardıcıllığı düzün. Belqrad konfransı 1961. Qoşulmayanlar yaranması Belqraddan sonra, ilk öncə konfrans sonra yaranması. Çexoslovakiyada SSR-yə qarşı Praqa barı 1968. ATƏM yaranması 75. Deməli, birinci konfrans, sonra yaranma, elə 1, 2, 3, 4 olacaq burada. 1, 2, 3, 4 A variantı. Uyğunluğu müəyyən edin. 9-cu əsrin 60-cı illərində Abbasi xilafətində mərkəzi hakimiyyətə qarşı qiyamın baş verməsi bəli. Elə bundan istifadə edən Heysəm Bixari dövləti yaratmışdı.
80 ortalarında Xordov əmirliyi Abbasilərin siyasi hakimiyyəti qəbul etməli, bu da düzdür. Bizə lazım doğrudan doğru götürək, 1-2 isə doğrudur. Yanlışdan yanlışı götürməliyik. Daxili çəkişmələr 11-ci əsrdə Xordov və xilafətinin parçalanması səbəb oldu, bu düzgün fikirdir. Bizə lazımdır yanlışdan yanlış olsun. Uzun müddət düşmən hücumlarına tab gətirən Konstantinopol ilk dəfə Avropa xristianları tərəfindən tutuldu. Bu da düzdür, 1204-cü ildə. Ona görə 1-2 olmaz, 3-dən 4 olmaz, ancaq olacaq 1-dən 2. Rusiyanın 17-ci əsrin əvvəlinə aiddir. Şimal müharibəsində məğlub olması xeyli qalib gəlmişdi. Azov qalasını Osmanlıya geri qaytarması bu 1711-18-ci əsrdir. İlk dəfə Qaradənizə çıxış əldə etməsi 1770-18-ci əsr. Yeni sülalə tərəfindən idarə edilməyə başlaması 1613. Müqəddəs İttifaqa daxil 1686 bizə lazımdır əvvəlləri. Ona görə də ciddi variant. Daha sonra baş vermişdir. Yorktown döyüşü 1781. Rusiyanın imperiya elan edilməsi 1721. Osmanlı dövləti Krımı müstəqil tanıdı 1783. Danimarkanın Şlezvig-Holşteyni, Prusiya və Avstriya güzəştə edilməsi 1864. Fransanın ilk dəfə imperiya edilməsi 1804. Daha sonra ən gec olan görə D-ni götürəcəyik. Mətndə verilmiş hadisə miladi tarixində neçənci ildə baş vermişdir? Deməli, burada mən bunu kakota hesablayacağım, üzüllü sayın. Deməli, Hicri təqviminin 588-ci ildə Kral və Sultan Fələstinin ilk dəfə bölünməsi ilə bağlı Yaffa sazişi imzaladılar. Xristianlar Akır şəhərinin paytaxt seçsələr də Səlahiddin Yerusəlimi əlində saxladı. Deməli, biz indi Hicridən miladiyə çeviririk. İlk öncə 588-i bölürük 33-ə, eləyir 17 nöqtə neçə götürəcək ortalama 18. Daha sonra deməli 88-i böldük 33-ə, elədi 18. İndi 588-dən çıxırıq 18-i, elədi 570. Daha sonra da üstə gəlirik 622 və elədi 1192 C variantı.